Salam, hər vaxtınız xeyir, dəyərli müəllimlər və müəllimliyə hazırlaşan namizədlər. Mən Edukompany Təhsil Şirkətinin fizika fənni üzrə təlimçisi Pərviz Əbilov. Bugünkü videomuzda 23 noyabr 2025-ci il tarixində Edukompany Təhsil Şirkətinin MIQ tipli sınaq imtahanının fizika suallarına aydınlıq gətirəcəyik. Çox vaxtınızı almadan 21-ci sualın izahından başlayaq. 21-ci sualda deyilir ki, x oxu boyunca düzxətli hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Cisimlərin dayandığı yerin koordinatlarının fərqi 10 metr olarsa, ikinci saniyənin sonunda cisimlər arasındakı məsafəni hesablayın. Cisimlərin başlanğıc koordinatları və başlanğıc sürətləri eynidir. Ümumilikdə mənə belə bir məlumat verir. Deyir ki, cisimlərin dayandığı yerin koordinatlarının fərqi 10 metrdir. Mən bundan istifadə etməliyəm və ikinci saniyədə cisimlər arasındakı məsafəni buna əsasən təyin etməliyəm. Baxın, koordinat tənliyi yazsaq, x bərabərdir x0 üstə gəlinsin sx yazaram və hər iki cismin başlanğıc koordinatları eynidir deyə mən bunu sadəlik olsun 0 qəbul edeyim. 0 qəbul eləyəndə cisimlərin dayanana qədər etdiyi yer dəyişmələri tapanda artıq mən cismin belə çıxır ki, nə etmiş oluram? Son koordinatını, yəni dayandığı yerin koordinatını yer dəyişmə vasitəsilə tapmış oluram. Qrafikdən istifadə eləsəm, birinci cismin dayandığı yeri tapmaq istəsəm, baxın, bura bir dənə V deyək. Bu birinci cismin qrafiki olsun, bu da ikinci cismin. x1 bərabərdir V vurulsun 2 bölünsün 2 olur. Buradan V yazıram. Alınır V. x2 nə olur bəs? V vurulsun artıq burada 4 olacaq. V vurulsun 4 bölünsün 2. Bura nə olur? Bura olur 2V. Cisimlərin dayandığı yerlərin koordinatları arasındakı fərq 10 metrdir. Onda belə çıxır ki, x2 çıxılsın x1, yəni 2V çıxılsın V bərabərdir 10'dur. Yəni V bərabərdir 10'dur. Yəni bayaq bizim buraya yazdığımız V 10'a bərabərdir. Yazaq elə birbaşa 10. 10 yazacağım. Aha. Bəs mənə nə deyir? Mənə deyir ki, ikinci saniyənin sonunda cisimlər arasındakı məsafəni hesablayın. İkinci saniyənin sonunda cisimlər arasındakı məsafəni hesablamaq üçün fiqurun sahəsindən istifadə edirik. Və mən bilirəm ki, cisimlərin başlanğıc koordinatları eyni olanda tənliklə də yazıb çıxara bilərsiniz. Qrafiklər arasındakı sahə cisimlər arasındakı məsafəyə bərabər olur. İndi gəlin o sahəni müəyyənləşdirək. Baxın, ikinci saniyənin sonunda qrafiklər arasındakı sahə budur. Yəni mən bu üçbucağın nə etməliyəm? Sahəsini hesablamalıyam ki, cisimlər arasındakı məsafəni tapım. Yaxşı. Mən sahəni hesablamaq üçün bu nöqtəyə uyğun gələn sürəti bilməliyəm. Baxın, bu nöqtəyə uyğun gələn. İkinci cisim bərabər təcillə hərəkət edir. 4 saniyədən sonra cismin sürəti 0 olursa, deməli 4 saniyəyə 10 azalır. 2 saniyə isə deməli 5 azalmalıdır. Bərabər təcillə hərəkətin prinsipidir də bu. Yəni sürət bərabər zaman fasilələrində bərabər qədər azalır. 4-ə 10 azalırsa, 2-yə də 5 azalmalıdır. Yəni burada artıq cismin sürəti 5 azalır, 5 olur. İndi baxın, bu üçbucağın sahəsinə fikir verin. Üçbucağın sahəsi nədir? S bərabərdir 1 bölünsün 2, A vur H. H dediyimiz şey buradır. Yəni 2'dir. Düzdür? A nədir? A oturacaqdır. Baxın, oturacaq rolunu isə bu hissə oynayır. Yəni 5. 5'i 2'yə vurun, 10 eləsin. Onu da 2'də 1'ə vuranda, deməli, cisimlərin arasındakı məsafə 10 metr çıxır. Düz yazdığıma 5 vurulsun 2, üzr istəyirəm. 5 vurulsun 2, vurulsun 2'də 1. 5 metr çıxır. Düz hesablamadıq. Yəni, ikinci saniyənin sonunda cisimlər arasındakı məsafə 5 metrdir. Belə. B variantı.
Tənliklə də həll eləyə bilərsiniz, heç bir problemi yoxdur. 22 məşhur suallardan biridir. Yer səthindən şaquli yuxarı istiqamətdə 50 metr bölünsün saniyə sürətlə atılan cismin 7 saniyə ərzində getdiyi yolun və yer dəyişməsinin modulunun neçə metr olduğunu hesablayın. Havanın müqavimət qüvvəsi nəzərə alınmır. J 10 metr bölünsün saniyənin kvadratıdır. Yaxşı. Mən nə edə bilərəm? Mən burada müxtəlif üsullardan istifadə edə bilərəm. Ayrıca H-ın düsturunu yaza bilərəm, L üçün ifadə qura bilərəm. Amma daha qısa, daha əlverişli versiya VT qrafikini qurmaqdır. Gəlin VT qrafikini quraq. Bu olsun VY. Bu da olsun T. Y oxunu şaquli yuxarı qəbul eləsək, cisimdə yer səthindən şaquli yuxarı istiqamətdə atıldığına görə başlanğıc sürət bura uyğun gəlir. Bura yazırıq 50. Aha. Məndən soruşulan 7 saniyədir və bilirik ki, cisim şaquli yuxarı atılıbsa, o artıq 5 saniyədən sonra, onun artıq 5 saniyədən sonra sürəti 0 olur. Deməli, mənə verilən zaman 7-yə uyğun gəlirsə, artıq qrafik, belə deyək ki, aşağı keçir. Bura uyğun gəlir 7, bura uyğun gəlir 5. Bəs 7-yə uyğun gələn sürət nədir? V bərabərdir V0 çıxılsın JT-dən mənfi 20-dir. Bu fiqurun sahəsini hesablasam, mənfini, yəni mənfi 20 olaraq götürsəm fiqurun, nəsə, çox uzatmayım. Yəni, sahələri hesablasam, artıq mən nə edəcəm? Yolu və yer dəyişmənin modulunu tapacam. Mənfini nəzərə alsam, yer dəyişməni tapmış olacam. Müsbət qəbul eləsəm isə yolu tapmış olacam. Baxın, L bərabərdir. Birinci yazıram. 50 vurulsun 5 bölünsün 2 üstə gəlinsin. Mənfini yox, mən müsbət qəbul edirəm oranı. Yolu tapıram deyə 20 vurulsun 2 bölünsün 2. 2-lər ixtisar gedir. 50-ni 5-ə vuranda edir 250. 250-ni də 2-yə böləndə edir 125. 125-in üstünə 20 gələndə yolum eləyir 145 metr. Aha. Yolum nə qədər elədi? 145 metr. Artıq cavab da məlum olur. Bəs yer dəyişməm nə qədər olur? SY bərabərdir. Artıq belə deyək də, bu ifadədə düzəldib tapmaq olar. Bura yazım lap SY. Mənfi 20-yə görə buranı çıxma eləyim. Baxın. SY də belə olacaq. 50-ni 5-ə vur. 250 böləndə eləyir 125. Çıxırıq 20-ni. Eləyir 105. Yer dəyişməm isə proyeksiyacə 105 metrdir. Elə modulca da 105 metrdir. Cavab Y variantıdır. 23. Şəkildəki sistem sərbəst buraxıldıqda kütləsi 3 kiloqram olan cisim üfüqi səthə hansı sürətlə dəyər? J bərabərdir 10 metr bölünsün saniyə kvadrat. Şəkil başlanğıc ana uyğun təsvir edilib. İp çəksizdir, sürtünmə qüvvəsi nəzərə alınmır. Deməli, şəkildəki sistem sərbəst buraxıldıqda deyirsə, V0 bərabərdir 0-dır. Cismin yerə dəyənə qədər getdiyi yol 10 metrdir. Soruşulan cismin son sürətidir. Bu 3 veriləndən siz nəyi xatırlayırsınız? Bilirəm. Deyəcəksiniz ki, V bərabərdir kök altda 2AS-i xatırlayırıq. Düz xatırlayırsınız. V bərabərdir kök altda AS. 2AS. Deməli, mən S-in olduğunu görürəm. V0 da 0-dır deyə bu düsturu yazdım. Deməli, mən artıq V-ni hesablamaq üçün sadəcə sistemin təcilini bilməliyəm. Sistemin təcili də blokdan asılan cisimlərdə belə hesablanır. Böyük cismin kütləsindən kiçik cismin kütləsi çıxılır, bölünür bu cisimlərin kütlələrinin cəminə, vurulur J-yə, yəni 10-a. 10-la 4, belə deyək də, bu eləyir qısacası 5. 2 vur 5, baxın, 2 vurulsun 5, S-in də yerinə yenə
10 yazırıq. Bundan da kök çıxardanda yenidən cavab edir 10 metr bölünsün saniyə. Yəni cavabımız nədir? D variantıdır. Video gecə saatlarında çəkildiyinə görə biraz dilim topuq vurur. Biraz fikrimi ola bilər ki, sizə yaxşı çatdıra bilməyim. Bu şeyləri nəzərə alın, xahiş edirəm. 24-cü sual qəliz görünür. Amma çətin deyil, rahatdır. Topdan üfüqə nəzərən 30 dərəcə və 60 dərəcə bucaq altında modulca eyni başlanğıc sürətlə atılmış mərmilərin uçuş məsafələri arasındakı münasibəti təyin edin. Dostlar, eyni başlanğıc sürətlə cisimləri atmışamsa və bu cisimlərin üfüqlə əmələ gətirdiyi bucaqların cəmi 90-a bərabərdirsə, fikir verin, 30 ilə 60-ın cəmi nə eləyir? 90 eləyir. 90-a bərabərdirsə, deməli, bu cisimlərin uçuş məsafələri bir-birinə bərabərdir. Niyə belədir? Bunun niyəsini də sizə saxlayıram, özünüz isbat eləyə də bilərsiniz. Davam eləyək 25-ci sualdan. Şəkildə iki cismin təcillərinin ona təsir edən qüvvələrin əvəzləyicisindən asıllıq qrafikləri verilmişdir. M bərabərdir 2M1 üstə 5M2 kütləli cismə 90 Newton əvəzləyici qüvvə təsir etdikdə bu cismin aldığı təcili hesablayın. Təcil əvəzləyici qüvvə bölünsün kütlədir, amma mən bu kütləni təyin eləməliyəm. Bu kütləni təyin eləmək üçün də M1-i və M2-ni bilməliyəm. Bəs M1-i necə taparam? M1 bərabərdir F1 bölünsün A1, 6 bölünsün 3, M1 eləyir 2 kilo. Aha. M2 bərabərdir 6 böl 6, 1 kilo. Mən bu sualı yazanda düşündüm ki, yəni bu cismin kütləsini çox adam 2 plus 1, 3 kilo götürə bilər. 90-ı da 3-ə böləndə 30 eləyir. D variantı kimi 30-u qeyd eləmişəm. Amma fikir verin, məndən soruşulan 2M1 üstə 5M2-dir. 2M1-im eləyir 4 kilo. 5M2-də 5 kilo eləyir. Cəmləyəndə mənim M kütləm eləyir 9 kilo. Və 90-ı da 9-a böləndə cavab A alınır. Yəni 10 metr bölünsün saniyə kvadratı. 26-cı sualdan davam edək. Buraları səliqəyə salaq. Yer səthindən müəyyən hündürlükdən üfüqə atılan cismin atıldıqdan 2 saniyə sonra K nöqtəsindən keçdiyini nəzərə alaraq cismin atıldığı hündürlüyü hesablayın. Və maraqlı bir şəkil verib, 45 dərəcə bucaq verib, OL, KL məsafələri göstərilib və fikir verin, J10-dur, OL-i 40 metr verib. Havanın müqavimət qüvvəsini də nəzərə almır, bizim üçün böyük bir avantajdır. Baxıram bu məsələyə. Atıldığı hündürlüyü soruşur. Məlum məsələdir, cisim 2 saniyədən sonra gəlib çatıb hara? K nöqtəsinə. Mən bu KL məsafəsi ilə bunun düşdüyü, 2 saniyə ərzində düşdüyü məsafəni cəmləsəm, təbii ki, mənə cismin atıldığı hündürlük veriləcək. Yəni, bu məsafəni, baxın, bu məsafə ilə nə edirəm? Cəmləyirəm, cismin atıldığı hündürlüyü alınır. Yaxşı, bəs necə eləyək? Gəlin əvvəl KL məsafəsini tapaq. Burada 45 dərəcə bucaq verib. OL-i 40 metr verib. Bura 40 metrdir. 45 dərəcə bucağın özəlliyi budur ki, katetlər bir-birinə bərabər olur. Bu düz bucaqlı, üst bucaqdır da, baxın. Fikir verirsiniz də yəqin ki. Bura 40 metrdirsə, məlum, KL məsafəsi də 40 metrdir. Bəs cisim 2 saniyədə nə qədər məsafə qət edir Y oxu üzrə, şaquli aşağı doğru? Təbii ki, bu məsafədə JT kvadrat bölünsün 2-yə bərabərdir. Hesablayın, 2 qoyun yerinə hesablayın. 10 vurulsun 2-nin kvadratı böl 2, 20 metr. 20 bu, 40 da bu. Cəmlə H-ı tap. H bərabərdir 60 metr. Vəssalam, bitdi. Bu sualın cavabı 60 metrdir. Yəni, C variantıdır. 27-ci sualdan davam eləyək. X oxu boyunca düzxətli hərəkət edən cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Müşahidəyə başlayandan neçə saniyə sonra cismin sürətinin proyeksiyasının 0 olduğunu tapın və mənə başlanğıc sürətin 10 metr bölünsün saniyə olduğunu verir.
Sürətin ifadəsi necədir? Vx bərabərdir V0x üstə AXT. Yaxşı yazaq. Üstə AXT. Bu sahədir. Yəni fiqurun sahəsi. Vx 0-dır. V0x 10-dur. Bu bərabərliyin ödənməsi üçün sahənin mənfi 10 olması lazımdır. Yəni fiqurun sahəsi hesablanıb mənfi 10-a bərabər olmalıdır. Yaxşı, bəs necə yaradaq bu mənfi 10-u? Baxın. Yuxarıdakı sahə mənə müsbət 10 verir. Müsbət 10. Elə etməliyəm ki, bu fiqurun sahəsi mənfi 10 olsun. Mənfi 10 olduğu anı tapım. Müsbət 10-un üzərinə nə gələndə mənfi 10 eləyir? Mənfi 20. Deməli, bu hissə ümumiyyətlə sahə yoxdur. Deməli, altdakı fiqur mənfi 20-yə bərabər olmalıdır. Yaxşı, bəs mənfi 20-ni mənfi 2-yə böləndə nə eləyir? Mənfi 20 böl mənfi 2 eləyir 10. Deməli, bax, bu hissə 10 olmalıdır. 10 olması üçün də zamanın 10 və 20 arasında olmağı lazımdır. Yəni, 20-ci saniyənin sonunda bu fiqurun sahəsi mənfi 10-a bərabər olur. Cavabımız da olur D variantı. 28-ci sual. Aşağıdakılardan hansı təcilin vahididir? 1, 2. 1, 2, C variantı. Sonra 29-cu sual. X oxu boyunca düzxətli hərəkət edən maddi nöqtənin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Qrafikə əsasən hərəkət müddətində sürətin və təcilin istiqaməti neçə dəfə dəyişib? Sürətin istiqaməti kəsimlərin sayı ilə müəyyənləşir. Yəni, 2 dəfə kəsim olduğuna görə sürət 2 dəfə istiqamətini dəyişib. Təcilin istiqamətini dəyişməsini isə qrafikin təpələrinin sayına görə tapırıq. Təcilin istiqaməti, baxıram, fiqurun bir təpəsi var, belə deyək. Ona görə də təcilin istiqaməti bir dəfə dəyişib. Sürət 2, təcil 1, cavab oldu A variantı. 30. Deməli, bu imtahanın ən gözəl, ən maraqlı suallarından biridir. Kifayət qədər də çətin sualdır. Baxaq suala. Elastiki yay 10 Newton qüvvənin təsiri ilə sıxıldıqda, baxın, şəkil 1-də təsvir var. Son uzunluğu 5 sm, 20 Newton qüvvənin təsiri ilə gərildikdə, şəkil 2, son uzunluğu 17 sm olur. Yayın başlanğıc uzunluğunu tapın. Sürtünmə nəzərə alınmır. F bərabərdir Kx. X nədir? Uzunluqların fərqidir. Yaxşı. Yay gərildikdə və yaxud da yay sıxıldıqda nə baş verir? Məsələn, birinci hala uyğun yazsam, yay sıxılıb, yay sıxılıbsa onun başlanğıc uzunluğu, onun son uzunluğundan nədir? Böyükdür. Yay gərilibsə, yəni dartılıbsa, onun son uzunluğu başlanğıc uzunluğundan böyük hesab olunur. Buna əsasən ifadələri yazsam, yazaram F1 bərabərdir K vurulsun birinci halı üçün. Baxın, L0 çıxılsın L1. L0 çıxılsın L1. Bunu yazdım belə. İkinci üçün necə yazaram? İkinci üçün yazaram F2 bərabərdir K vurulsun L2 çıxılsın L0. Aha, bu iki ifadəni tərəf-tərəfə bölsəm, olacaq nə? L0 çıxılsın L1 bərabərdir. Yuxarını aşağıya böldüm. L2 çıxılsın L0. Burada da nə olur? F1 böl F2 olur. İndi rahat hesablamağım üçün əlimdə olan məlumatlardan istifadə edirəm. L1 5-dir. L2 nə qədərdir? L2 17-dir. F1 10-dur. F2 20-dir. Nəzərə alım. L0 çıxılsın L1, yəni 5 bölünsün L2 17 çıxılsın L0. F1-in yerinə 10, F2-nin yerinə 20 yazsam, bu nisbət 1/2 olur. Çarpaz vursam, 17 çıxılsın L0, 17 çıxılsın
L0 düzmü yazıram? Hə, düz yazıram. Bərabərdir. 2L0 çıxılsın 10. Düzdür? 17 üstə 10 bərabərdir. 2L0 üstə L0. 27 bərabərdir. 3L0. L0'ı da yazıram. L0 bərabərdir. 9 santimetr. Belə bir gözəl, maraqlı, fərqli sual idi. Neçənci sual? 30-cu sual. Cavab B variantıdır. 31-ci sualdan davam edelim. 31-ci sualda deyilir ki, üfüqi sürtünməli səthdə cismin aldığı təcilin modulunun dartı qüvvəsinin modulundan asılılıq qrafiki verilmişdir. Qrafikə əsasən səthin sürtünmə əmsalını tapın. J 10 Newton böl kiloqramdır. Sinus 53 0,8, kosinus 53 0,6'dır. Qrafikdə də belə bir 53 dərəcəlik bucaq verilir. Məlum məsələdir. Bu 3 nədir? Bu 3-ə biz müəyyən deyirik. Yəni sürtünmə qüvvəsinin maksimum qiyməti və bura qədər hərəkət olmur. Bu 3-dən sonra hərəkət başlayır və cisim təcil alır daha doğrusu. Tamam. Baxaq nə yazaq? Yazaq ki, mü m j bərabərdir 3. Mən j-ni bilirəm, mü-nü axtarıram. M-i bilməliyəm ki, burada m-dən istifadə edeyim, mü-nü alım. Burada yadınızda saxlayın. M, daha doğrusu tangens alfa, bu bucaqdan söhbət gedir. Tangens alfa bərabərdir 1 bölünsün m-dir və yaxud da kotangens alfa 1-ə bərabərdir. Yaxşısı tangensinə yazaq. Tangens alfanın yerinə yazaram sinus alfa böl kosinus alfa bərabərdir 1 böl m. Burada sinusu filan yerinə qoyub nəzərə alsaq, m-i nə alırıq? M-i 3 böl 4 alırıq. Sonra bu 3 böl 4-dən istifadə edirəm. Mü, lap belə yazacağım. M-ni yerinə yazacağım 3 böl 4 vur 10 bərabərdir 3. Bu 3 ilə bu 3'ü ixtisar aparanda 10 böl 4 qalır mü-nün payına. Yəni 0 tam 10 böl 4 nə eləyir? Yox, 4 böl 10 qalır. Düzdürmü? Hə, 4 böl 10 qalır. Bu da eləyir 0,4 D variantı. Vəssalam. 32. Dinamometrin iş prinsipi Hooke qanununa əsaslanır. 32-ci sualın cavabı D variantıdır. 33. Məftilin sərtliyinin K-nın S-dən asıllığını soruşur. K bərabərdir S-yə böl L0-a görə cavab C variantıdır. 34. Buna baxmaq olar. Sürtünmə əmsalı mü bərabərdir 0,2 olan mail müstəvinin üzərindəki 5 kiloqram kütləli cisim sabit F qüvvəsinin təsiri ilə mail müstəvi boyunca yuxarı hərəkət etdirilir. Cismin aldığı təcilin modulunu hesablayın. Dartı qüvvəsinin də modulunu verib bizə F bərabərdir 53 Newton. Sinus alfanı, kosinus alfanı və J-ni də bizə təqdim edib mötərəzənin içində. Yaxşı, yazaq. Məlum məsələdir, mən bu cismi yuxarı qaldırıramsa, buna təsir edən sürtünmə qüvvəsi səth boyunca aşağı doğru yönəlir və biz buna artıq deyəcəyik mü mj kosinus alfa. Və təbii ki, mail müstəvi deyəndə mj sinus alfanda buradan mərkəzdən göstərməyəcəm, belə göstərəcəm. mj sinus alfanı da nəzərə almaq lazımdır. mj sinus alfa mail müstəvi boyunca aşağı yönəlir. Tamam, indi mən bu hərəkət tənliyini yaza bilərəm. A-nı F qüvvəsi istiqamətində verdiyinə görə əvəzləyici qüvvə F çıxılsın, mj sinus alfa çıxılsın, mü mj kosinus alfadır. Onda yazıram MA bərabərdir. F çıxılsın, mj sinus alfa çıxılsın, mü mj kosinus alfa. Çıxılsın, mü mj, buranı böyüdək. Çox dibdən yazmışam. Buradan yazacağım. MA bərabərdir.
F çıxılsın mg sinus alfa çıxılsın mü mg kosinus alfa. Gəlin hesablama sizə qalsın. A-nı hesablayıb A bərabərdir bu ifadədən 3 metr bölünsün saniyə kvadrat alacaqsınız. Cavab B variantı olacaq. Vəssalam. 35. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim 4 saniyə ərzində 72 dərəcə dönür. Onun dövrətmə tezliyini hesablayın. Bu da sadə sualdır. Periodu tapmaq lazımdır, sonra onu tərs çevirmək lazımdır. 4 saniyəyə 72 dərəcə dönürsə, onda bir period ərzində 360 dərəcə dönür. Onda deyəndə elə bir period ərzində 360 dərəcə dönür. Buna əsasən tapırıq. 72T bərabərdir 4 dənə 360. 360 ilə 72-ni ixtisar eləyəndə bura 5 eləyir. T 20 saniyə eləyir. Onda tezlik də 20-də 1 etməlidir. Cavab olur Y variantı. 36. Verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin müəyyən zaman müddətində getdiyi yolun bucaq sürətindən asılılıq qrafiki. L bərabərdir VT. V-nin yerinə omega R yazıram. T-ni də bura əlavə edirəm. Bu sabitdir. Müəyyən zaman dediyinə görə bu da eyni götürülür. Omega ilə düz mütənasib asılı olur. Cavab A variantı. 37-ci sualdan davam edək. 37-ci sualda verilən nöqtələrin yerə nəzərən sürətlərinin modullarını müqayisə edin. Verilmiş anda deyir bizə və mən nə etməliyəm? Nöqtələrin hamısını toxunan yerlə, yəni cismin yerə toxunduğu nöqtə ilə birləşdirməliyəm. Ən böyük uzunluğa ən böyük sürət, ən kiçik uzunluğa da ən kiçik sürət uyğun gəlir burada. Məlum, burada tezliyin bucaq sürətinin daha doğrusu sabit olduğunu qəbul edirik. Düzdür, şərtdə qeyd etməmişəm, amma yəni, bu tip məsələlərdə yəni, o qədər dərinə varmağa ehtiyac duymuram mən. Çünki orta məktəb fizikasında mənə elə gəlir ki, onları düzdür qeyd etməliyik, amma ehtiyac yoxdur ora qədər fikirləşməyə. VB ən böyükdür. B-nin məsafəsi ən böyükdür. VB böyükdür. VA bu da böyükdür. VC-dən. B böyükdür. A-dan A böyükdür. C-dən o da A variantında. Aha. 38. Gəldi bizim ağırlıq qüvvəmizə aid sual. Yer səthindən müəyyən bucaq altında atılmış cisim atıldıqdan 2 saniyə sonra N nöqtəsindən keçir və bu nöqtədə sürətinin şaquli toplananı 15 metr bölünsün saniyə olur. KL məsafəsinin 40 metr olduğunu nəzərə alaraq LM məsafəsini hesablayın. KL məsafəsi, dəyərli yoldaşlar, 40 metrdir. N nöqtəsində şaquli toplanan neçə olur? Olur 15 metr böl saniyə, düzdür? Yaxşı, mən burada üfüqi toplananı da tapa bilərəm də, çünki cisim x oxu üzrə bərabər sürətlə hərəkət edir axı. Cisim 40 metr məsafəni 2 saniyəyə qət edirsə, onda onun sürəti 40 böl 2-dən 20 olur x oxu üzrə. Burada da göstərə bilərəm hətta onu 20. Və bu sürət dəyişmir. Deməli, LM məsafəsi də 20 metr böl, yəni bir x oxu boyunca məsafə olduğuna görə LM məsafəsi 20 metr bölünsün saniyə sürətlə bərabər sürətli qət olunacaq. Yəni, mən artıq burada sürəti tapmış oldum. Bir dənə mənim ehtiyacım var. Nəyə? Təbii ki, bir dənə mənim ehtiyacım var zamana. Yəni, mən bilməliyəm ki, cisim L-dən M-ə neçə saniyəyə gəlir. K-dan elə 2 saniyəyə gəldiyimi bilirəm. L-dən M-ə neçə saniyəyə gəlir, indi onu araşdıracaq. Bunu tapmaq üçün mən müraciət eləməliyəm, bax bu şaquli toplananlara. Cisim şaquli istiqamətdə yuxarı atılıb. Bilirik də bu hərəkət bərabər sürətli hərəkətlə şaquli yuxarı atılmış cismin hərəkətinin sintezidir, cəmidir. Cisim şaquli istiqamətdə yuxarı atılır. 2 saniyədən sonra sürət 15 olursa,
15 olursa, deməli cismin başlanğıc sürəti nə imiş? Fikirləşirəm. 2 saniyəyə nə qədər azalır? J-nə 10 verib 20 azalır. 20 azalıb 15 olubsa, deməli bunun y oxu üzrə yuxarı atılma sürəti 20 azalıb 15 olubsa, deməli 35 imiş. Zamanı tapmaq üçün t bərabərdir 2v0y bölü j-dən 2 vur 35 bölü 10 yazsam eləyəcək 7. Bu mənim ümumi məsafəmdir, zamanımdır. Mənə lazımdır eləm hissəsini qət eləmək üçün zaman. KL məsafəsi, yəni cisim K-dan emə 7 saniyə. KL məsafəsi 2 saniyəyə qət olunubsa, onda eləm məsafəsinin payına 7 çıxılsın 2, 5 düşür. Bu mənim zamanım, bu da mənim sürətim. Vur bir-birinə, eləmi tap. 20 vurulsun 5, məncə 100 metr etməlidir. Cavab B variantı. Vəssalam. 40, yox, 39. Qüvvə ilə qolunun hasilinə bərabər olan fiziki kəmiyyət necə adlanır? Çox çətin sualdır bu. Qüvvə momenti adlanır. 40. A nöqtəsində bu, deməli, Dövlət İmtahan Mərkəzinin abituriyentlərin qəbulunda istifadə etdiyi suallardan biridir. 2020-2025 aralığında unutmuşam lap dəqiq hansısa bir qəbula düşüb. A nöqtəsində 2 bircins cismin yaratdığı yekun qravitasiya sahəsinin intensivliyi hansı istiqamətdə yönəlmişdir? Məlum, 2M kütləli cismin yaratdığı intensivlik sola doğru olur. Digərinin intensivliyi isə sağa doğru olur. Hansı böyükdürsə yekun sahədə həmin istiqamətdə olacaq. Bu artıq vektorial cəmə görə deyilir bu ifadə. Bununki olur J vurulsun 2M bölünsün R-in kvadratı. Məsafəmiz R-dir. Bununki isə olur J vurulsun. Mən niyə bu J-ni niyə belə yazdım? Gecə imtahan izah eləməyin fəsadları. J vurulsun 2M bölünsün R-in kvadratı. Yəni 2J-M bölü R kvadratı. Bu da olur J vurulsun M, bu dəfə düz yazdım J-ni, bölünsün nə? 2R-in kvadratı, yəni 4R kvadrat. Yazdım belə üstündən. Hansı böyükdür? Təbii ki, bu. Yekun sahəsi hansı istiqamətdə yönələcək? 4 istiqamətində yönələcək. Cavab da olacaq C variantı. 41. Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin dövrətmə periodunun onun xətti sürətindən asılılıq qrafikinə görə çevrənin radiusunu hesablayın. V bərabərdir 2pi böl t-dən, R bərabərdir VT böl 2pi yaza bilərəm. V-ni götürək 3, 3-ə uyğun olaraq t-ni götürək 0,4. Böl 2 vur 3. At bunları 0,4-ü 2-yə böl, 0,2-ni tap, diqqətli olaraq A variantının nişanına. Cavab A variantıdır. Davam eləyək 42-ci sualdan. 42-ci sual bəlkə də bu imtahanın ən ağır suallarından biridir. Diqqətlə baxın. 42-ci sualın şərtində deyilir ki, düzxətli bərabər sürətli hərəkət edən 3 cisimdən birinci və üçüncü cismin yerə nəzərən sürət vektorları verilib. Şəkil 1. Verilənlərə əsasən şəkil 2-də ikinci cismin üçüncü cismə nəzərən sürət vektorunu seçin. Vektorlar eyni müstəvidədir. Bölgülər bərabərdir. İkinci cismin birinci cismə nəzərən sürət vektorunu, ikinci cismin üçüncü cismə nəzərən sürət vektorunu seçirəmsə, mən deməli, ikinci cismin sürət vektorunu bilməliyəm. Qısa və konkret. İkinci cismin sürət vektorunu bilməliyəm. Sonra orada vektorial fərqdən müəyyənləşdirməliyəm ki, buna görə cavab budur. Yaxşı, bəs mən onu necə tapım? Baxın, mənə V1 verib, bir də V2-1 verib. V1 verib, bir də V2-1 verib. Yəni, V2-1 nədir? V2-1, V2 çıxılsın V1-dir. Və bilirsiniz ki, vektorial fərqdə istiqamət azalana doğru olur. Yəni, V2-yə doğru, V2-nin sonuna doğru. Məsələn, mən V1-i gətirib qoysam bura, hara qoyaq? 1-in, belə deyək, sonundan 2-nin sonuna doğru çəkilməlidir. Deməli, bu 2-nin sonunu göstərir. Bu da 1-in
sonunu göstərir. Mən gəlin bir vektorunu daşıyım bura, baxın. Bunu mən daşıdım bura. Düzdür, belə daşıdım. Bu oldu V1. Bu necə olmalıdır? 1-in sonundan 2-nin sonuna. 2-nin sonuna bunu çəkməliyəmsə, onda belə çıxır ki, diqqət, 2-nin sürət vektoru, bax, budur. Vəssalam. Mən artıq nəyi tapdım? 2-nin sürət vektorunu tapdım. Yaxşı. 2 ilə 3 necə yönəlib? 2 ilə 3 əks istiqamətlərdə yönəlib. Biri 2 dama yuxarıdır, biri 2 dama aşağıdır. Onsuz yəni məntiqlə fikirləşirsiniz ki, yəni mən məntiq üsulu ilə bu suala birinci növbədə aydınlıq gətirirəm. Cisimlər əks istiqamətdə gedir və sürətləri modulca bir-birinə bərabərdir. 2 yuxarı, 2 aşağı, qiymət demirəm. 2 vahid yuxarı, 2 vahid aşağı. Əks istiqamətlərdə gedəndə cismin sürətlərini necə tapırsınız? Təbii ki, məsələn, eyni əks istiqamətlərdə sağa 10 ilə bir cisim gedir, sola 10 ilə bir cisim gedirsə, bunların sürətləri toplanır və deyilir ki, bu sürətin modulu 20-dir. Yaxşı, bu da aşağı 2 dama, yuxarı 2 dama, aşağı 2 vahid, yuxarı 2 dama vahiddirsə, bunların bir-birinə nəzərən sürət vektorunun modulu 4 damaya uyğun gəlməlidir, düzdürmü? Baxırsınız bu şəkildə, baxın 4 damaya uyğun gələn hansıdır? Bir dənə 1-dir. Yəni, cavabımı artıq belə tapa bildim, 1-dir. Bəs, müəllim, mən belə bilmərəm, məntiq üsulu ilə həll etmə. Bunu konkret öz elmi qaydada izah elə. Onda nə etməliyəm? Baxın, 2 vektorunu şaquli istiqamətdə yuxarı yönəltməliyəm. Baxın, 2. Görürsünüzmü? Bax, bu. Lap belə bunu gətirək, daşıyaq bura. V2 vektorunu gətirim, qoyun bura. Düzdürmü? Baxın, V2 vektorunu çəkdim bura. Mən nəyi tapıram? Mən tapıram ki, ikinci cismin üçüncü cismə nəzərən sürət vektoru. Yəni, mən bunu axtarıram. V2, 3. Yəni, V2 çıx V3. V2 çıx V3 belə yazıla bilərmi? V2 çıxılsın müsbət V3. Yox, necə yazdım mən bunu? Düzgün yazaq. Yenə də deyirəm, gecə dərs izah etməyin, dəyərli həmkarlar. V2 çıxılsın V3. V2-dən V3-ü çıxmaq, V3-ü tərs çevirib toplamaq deməkdir. Düzdürmü? Mən 3 vektorunu, daha doğrusu 3 vektorunu tərs çevirib, yəni bax bu 2 damanı tərs çevirib bu vektorla toplasam, yuxarı 2, aşağı 2-dən alınacaq yuxarı 4. Vəssalam. Belə. Cavab olur 1A variantı. Və yaxud da proyeksiya ilə də eləyə bilərsiniz. Heç bir problemi yoxdur. Bir ox üzrə yönəldiyinə görə Y oxunu çəkin, bunun sürətini qeyd edin, onun sürətini qeyd edin, bir-birindən çıxın. Yenə də yuxarı doğru, yəni Y oxu istiqamətində 4 ala biləcəksiniz. Cavab A variantıdır. 43-cü sual. Ümid edirəm, başa düşdünüz. Biraz qəliz sual idi. 43-cü sualda baxan kimi deyirəm ki, cavab D variantıdır. Artıq bir şeyə ehtiyac yoxdur. 44. 18 km/saat sürətlə, düz xətlə bərabər sürətlə hərəkət edən cismin 4-cü saniyədə, 4 saniyədə demir, 4-cü saniyədə deyir, neçə metr yol getdiyini məndən soruşur. Kilometr saatı metr/saniyəyə mütləq çevirməliyəm, çünki məndən metrlə bir cavab istəyir. Onu çevirəndə 5 metr/saniyə eləyir sürət və cisim bərabər sürətlə hərəkət eləyirsə, 4-cü saniyə nədir? 4 ilə 3-ün arasında qalan 1 saniyəlik zaman fasiləsi. Bərabər sürətlə hərəkətdə nə olurdu? Bərabər zaman fasilələrində bərabər qədər yollar qət olunurdu, bərabər yerdəyişmələr qət olunurdu və cismin sürətinin 5 metr bölünsün saniyə olmağı o deməkdir ki, cisim hər saniyədə, yəni hər bir saniyədə 5 metr yol gedir. 4-cü saniyədə 4-cü bir saniyədir. Yəni, cavab cismin getdiyi yol elə 5 metrdir. Lap bunu, yəni burada belə deyim də, çox izaha ehtiyac yoxdur. Amma lap belə qrafik çəkib, qrafiklərin, sahələrin fərqi ilə də görə bilərsiniz. Amma ehtiyac yoxdur, artıq bu, belə deyim də, şablonlaşmış
bir sual tipidir bizim üçün. 45-ci sual da bu imtahanın ən maraqlı suallarından biridir. Hər birinin kütləsi 10 kiloqram olan bir cins tirlər şəkildəki kimi tarazlıqdadır. Buna əsasən A cisminin kütləsini hesablayın. İplər çəksizdir, bölgülər bərabərdir. J bərabərdir 10 metr bölünsün saniyənin kvadratı. Yaxşı. Hər birinin kütləsi nə qədərdir? 10 kilodur. Onda hər bir tirin ortasından bir cins olduğuna görə 100 Newton qüvvəni qeyd edirəm. 100. Buradan da qeyd edirəm nəyi? 100-ü. Mən bu cismin kütləsini almaq üçün buradakı gərilmə qüvvəsini mütləq bilməliyəm. Buradakı gərilmə qüvvəsini isə altdakı tirdən tapacam. Elə bilin ki, bura dayaqdır. Qoydum bura dayaq. Elə bilin dayaqdır. 100 vur 1. 101 vur eləyir 100. T vurulsun 4. 100 vur 1. T vurulsun 4-ə bərabərdir tarazlıq şərtinə əsasən. Oradan T-ni 25 alıram. T-ni aldım nə? 25 Newton. Qəşəng. Əssalam, T-ni tapdım. Elə bilin ki, bura yoxdur artıq. Ağ qələmin varmı? Yox, tapa bilməyəcəm. Bura artıq yoxdur. Silin buranı. Buranı sildim. Bu nöqtəyə görə dayaq alacam. Bax, belə deyim, moment alacam. Bura ilə bir artıq mənim dayağımdır. İkinci dayağım. T ilə 100-ün momenti cəmlənəcək, bərabər olacaq A cisminin verdiyi momentə. MA vur J 10 yazacam yerinə. Qolu nə qədərdir? Qolu da 2-dir. Bərabərdir. 100 vur 1. Vurulsun. T vur neçədir? 1, 2, 3, 4. T vur 4. O da eləyəcək 100. Üstə. 100. Yaxşı, bura elədim 200. Qəşəng. 200-ü 20-yə böl baxaq. MA nə eləsin? 200 bölü 20. 10 kiloqram. Cavab C variantıdır. 46-cı sualdan davam edək. 46-cı sualda yaxşı sualdır. A nöqtəsindən sərbəst buraxılan maddi nöqtə A nöqtəsindən B nöqtəsinə 2 saniyəyə, B nöqtəsindən C nöqtəsinə 1 saniyəyə, C nöqtəsindən D nöqtəsinə də yenidən 1 saniyəyə gəlir. Verilənlərə əsasən aşağıdakı bərabərliklərdən hansı və ya hansıları doğrudur? Havanın müqavimət qüvvəsi nəzərə alınmır. J bərabərdir 10 metr bölünsün saniyə kvadrat. Hesablaya da bilərsiniz, J də verib, amma mən tək ədədlərin nisbətindən istifadə edəcəm. Buradan bura 2 saniyəyə gəlir. Buradan 1. Buradan burada 1. Onda belə yaza bilərəm də 2 saniyə olduğuna görə H1-in yerinə yazacağım. İlk 1 saniyədə gedilən yolu H qəbul edeyim. 2 saniyədə olur H, 3H. Sonraki 1 saniyədə, yəni 3-cü saniyədə olur 5H. Sonra 3-cü neçənci saniyə? 4-cü saniyədə də olur 7H. Bunları tapdım. İndi də yoxluyuram. Diqqət. H1-in H3-ə nisbəti 1/7-dir. H1 4H-dır, yazım. H3 7H-dır. 7-si düzdür, amma 1-i düz deyil. Ona görə də bu səhvdir. H2-nin H1 plus H2 plus H3-ə nisbəti 16-dır. H1 plus H2 plus H3 16 eləyirmi? 4 plus 5 plus 7. 9 üstə 7 16 eləyir. H2 də nədir? 5H-dır. Onda doğrudur da bu. H3-ün H2-yə nisbəti 7/5-dir. Aha, H3 7-dir, H2 də 5-dir. 7/5. Bunu da doğru qəbul edə bilərəm. Onda cavab olur 2, 3. D variantı. Sadə sualdır bu əslində. Burada heç bir problem yoxdur. Yəni qəliz bir şey yoxdur 47-ci sualda, 46-cı sualda. Davam edək 47-ci sualdan. Bu da çox sadə sualdır. Cisimlərin hər birinin kütləsini, məsafəni dəyişmədən 3 dəfə artırıramsa, onlar arasındakı cazibə qüvvəsi 9 dəfə artmış sayılacaq. 48-ci sual. 90 dəqiqə ərzində saatın dəqiqə əqrəbinin uc nöqtəsinin getdiyi yol yer dəyişməsinin modulundan neçə dəfə böyükdür? Gəlin əvvəl onun yer dəyişməsini tapaq. 90 dəqiqə ərzində 90 dəqiqə yazılır belə. Saatın dəqiqə əqrəbinin periodundan söhbət gedirsə, bu 60 dəqiqədir.
90 ilə 60 arasında əlaqə quranda, yəni bir bütöv fırlanır, bir də yarım. Zaman periodun 2də 3 hissəsi olur. Bu tam hissəni atanda t bölü 2 qalır əlimizdə. T bölü 2-yə də uyğun olaraq yer dəyişmənin modulu olur 2r. Düzdür? 2r-i tapdıq. Bəs cismin getdiyi yolu necə tapım? L bərabərdir 2πr vurulsun t bölünsün t. 2 3'üm 6 r 90 böl 60 mı? Aha 60. At bunları. Düzdür mü? Bura eləsin 10. Bunu da at. Bu da eləsin 9r. 9r 2r'dən neçə dəfə çox olur ki? 4,5 dəfə. C variantı. 49. 49 MİQ imtahanında istifadə olunan suallardan biridir. Biz də öz sınağımızda istifadə etmişik. Kütləsi 30 kiloqram olan el uzunluqlu bir cins çubuq bir ucundan iplə bağlanaraq dayaq üzərində tarızlıqdadır. İpdə yaranan gərilmə qüvvəsini hesablayın. Əla. Uzunluğu L-dirsə, bura olur məlum L böl 4. 3L böl 4 buradır. L böl 4 də digər hissənin payına düşür. Və bir cins çubuq dediyinə görə bunun tən ortasından mən nə etməliyəm? MJ qeyd eləməliyəm. Tamam. Məlum məsələdir. Bu MJ-nin tətbiq olunduğu nöqtə çubuğu yarı-bayarı bölür. Yəni, bu nöqtənin sağında L bölü 2 qədər məsafə qalır. Solunda isə yenə də L bölü 2 qədər məsafə qalır. Yaxşı, bəs bu L bölü 4 qədər məsafəm varsa, buradan bura nə qədər məsafə lazımdır ki, L bölü 2 eləsin, cəmi L bölü 2 eləsin? Təbii ki, L bölü 4 qədər məsafə lazımdır. Vəssalam. Bu L bölü 4-ü tapandan sonra işim rahatdır. T-nin qolu eləyəcək 3L bölü 4. MJ-nin qolu eləyəcək L bölü 4. Momentlər qaydasına əsasən yazdım. Bu L bölü 4-ləri buradan atdım. MJ 3T-yə bərabər oldu. T o buradan alınır. MJ bölü 3. Yəni 30 vurulsun 10 300. 300-ü də 3-ə böləndə edir 100 Newton. Cavab A variantıdır. 50. Başqa cür də əllə eləmək olar. Gəlin onu da göstərim sizə. 3L bölü 4, L bölü 4. Baxın. Elə bilin ki, burada sizə dama verməyib. Sadəcə L-lərlə verib. Baxın, bura olur nə? L bölü 4. Elə bilin, burada 1 dama var. Burada da 3 dama var. Ümumilikdə neçə dama eləyir? 4 damalıq bir tir eləyir. Onda buradan bura ümumi 3-dürsə, bura 1-dirsə, burada 1 düşür. MJ vur 1 bərabərdir. T vurulsun neçə? 3. Vəssalam, belə də yazmaq olar. Sadəcə onu görmək biraz problemlidir deyə elə məsafələrlə də işləyə bilərsiniz. Tərpənməz blokla cismi qaldırmaq üçün yüzcü ol iş görürəmsə, heç bir sadə mexanizm qüvvədə qazanc vermədiyinə görə elə onu tərpənən blokla da yüzcü ol iş görərək qaldırmalıyam sabit sürətlə. 51-ci sual. Çəksiz çubuq tərpənməz O1, O2 ətrafında sabit tezliklə fırladılır. Çubuğun üzərində göstərilən 1, 2, 3 nöqtələrinin xətti sürətlərinin modulları arasında hansı münasibət doğrudur? Məlum, fırlanma oxuna qədər məsafələrlə mən bunu müqayisə edə bilərəm. V bərabərdir omega r. R burada fırlanma oxuna qədər olan məsafədir. 2 ilə 3-ün məsafəsi nədir? Bərabərdir deyə 2 ilə 3-ün omega sabitdir bu arada. Sabit tezliklə dediyinə görə. Omegası, eni, periodu sabit qalacaq. Eyni olacaq daha doğrusu. Sabit qalır biraz başqa cür ifadədir. Eyni olur deyək ki, daha düzgün olsun. V2 V3-ə bərabərdir. 1-in məsafəsi 2-nin məsafəsindən 2 dəfə çox olduğuna görə 1-in aldığı sürət 2-nin aldığı sürətdən, xətti sürətdən 2 dəfə böyük olur. Bunu da bərabərləşdirmək üçün 0,5 V1
yaza bilərəm. Cavab olur Y variantı. 51-ci sualın cavabı Y-dir. 52. Qüvvədə 1,25 dəfə qazanc verən mail müstəvinin oturacağı 6 metrdir. Mail müstəvinin hündürlüyünü hesablayın. Sürtünmə nəzərə alınmır. Baxaq. Mail müstəvinin qazancı dedikdə, mən mail müstəvinin uzunluğunun, yəni elin, H-a olan nisbətini nəzərdə tuturam. Oturacaq 6 metrdir. Elin H-a nisbəti 1,25-dir. 1,25-i mən 5/4 kimi yazım. Fikir verin, artıq bu məlum məsələdir. Elin H-a nisbəti 5/4-dür. Elə məsələm deyim 5D. H-a deyim 3D, 4D. Bu 3, 4, 5 üçbucağıdır. Məşhur üçbucağımız. Bura 5D'dir. Bura 4D'dir. Bu neçə olacaq bəs? Təbii ki 3D. 3D, 3 dənə D 6-dırsa, D'nin payına düşür 2 metr. Hündürlük də olur 4D olduğuna görə hündürlük də olur 8 metr. 52-ci sualda cavab A variantıdır. 53. Sükunətdə olan maddi nöqtəyə eyni anda şəkildəki kimi modulca sabit olan 4 qüvvə təsir edərsə, maddi nöqtə hansı istiqamətdə hərəkətə başlayar? Bölgülər bərabərdir, vektorlar eyni müstəvidədir. Təbii ki, əvəzləyici qüvvənin istiqamətində cisim hərəkətə başlayacaq. Çünki sükunətdədir. Qüvvə hansı istiqamətdə olacaqsa, cismin də hərəkət istiqaməti o istiqamətdə olacaq. Burada da əvəzləyici qüvvəni tapanda F1 ilə F3 bir-birini kompensə edir. Qalır sola olan qüvvə, yəni F4 qüvvəsi də sağa olan qüvvədən modulca 2 dəfə böyük olduğuna görə yekun əvəzləyici qüvvədə elə sola doğru olacaq və bu istiqamətdə də cisim hərəkətə başlayacaq. Sola doğru nə deməkdir? F4 istiqamətində deməkdir. 53-cü sualda cavab D variantıdır. 54-cü sual. Eyni materialdan hazırlanmış iki bircins kürə blokların köməyi ilə sabit sürətlə qaldırılır. İkinci kürənin radiusu birinci kürənin radiusundan 2 dəfə böyük olarsa, F1 və F2 qüvvələri arasında hansı münasibət doğrudur? Sürtünmə qüvvəsi nəzərə alınmır. Məlum, tərpənməz blokda F bərabərdir mg yazdıq. Bunlar heç, bu heç, J heç. F M-lə mütənasibdir. Onda F2-nin F1-ə olan nisbəti M2-nin M1-ə olan nisbətidir. Bəs bu M-i R-lə necə əlaqələndirim? M bərabərdir rho V-dir. Əslində F bərabərdir rho VJ də yaza bilərdim, biraz uzatdım. Kürənin həcm düsturunu yerinə qoyanda 3/4 Pierre kubu eyni materialdan hazırlanır. Rholar bir-birinə bərabər olur. M R-in kubu ilə mütənasib olur. F M-lə düz mütənasibdir. M də R-in kubu ilə mütənasibdirsə, dolayı yolla R-lərlə F-lər də bir-birindən kubik aslı olurlar. Yəni, belə yazacaq artıq. M2-nin M1-ə olan nisbəti R2-nin R1-ə olan nisbəti. Bunu da aldıq nəyə? Mötərəzəyə üstünə kub yazdıq. R2 2 R1 olduğuna görə yerinə qoysaq, F2-nin F1-ə olan nisbəti olacaq 8. Yəni, F2 olacaq 8 F1-ə bərabər. Cavab C variantıdır. Bu artıq şablondur. Bu kürələrin bir-birindən radiusu 2 dəfə böyük olmağını biz keçən imtahanda da istifadə etmişdik. Bu imtahanda da bu tipdə istifadə etdik. Yəni, bunu artıq yadınızdan çıxartmayın, dəyərli müdavimlər. Bunu bir növ yadınızda saxlayın ki, burada kürə varsa, deməli, nəsə bir radiusla əlaqələndirmə olacaq. Üzgüçü çayda sahilə nəzərən göstərilən istiqamətdə 5 metr/saniyə sürətlə üzməyə başladı. Çayın eni 24 metr olarsa, üzgüçünün qarşı sahildəki yerinin A nöqtəsinə olan məsafəsini hesablayın. Məlum, meyl məsafəsi deyirik biz ona. Bizdən onu soruşur. Və ona görə də mən nə etməliyəm? Mən birinci bu sürəti toplananlara ayırmalıyam. Belə, biri belədir. Biri də belə. Buna deyirik V paralel.
Yəni sahilə paralel toplanan. Buna deyirik V perpendikulyar. Bəzi müəllimlər Vx, Vy yazırlar. Heç bir problemi yoxdur. Zamanı tapaq birinci. Zaman çayın eni böl V perpendikulyardır. Bunu tapmamışdan qabaq V perpendikulyarı və V paraleli tapmaq lazımdır. V paralel V vurulsun kosinus alfa olacaq. Yəni 5 vurulsun 0,8. V paralel eləyəcək 4. V perpendikulyarı isə V vurulsun sinus alfa olacaq. Yəni 5 vurulsun 0,6-dan eləyəcək 3. Zaman olacaq 24 bölünsün 3. Yəni 8 saniyə. Düzdür? Meyl məsafəsi x bərabərdir. Baxın, cisim sola doğru gedir. Çay onu sağa aparır. Çayın sürəti nə qədərdir? 6. 6 çıx 4. Yəni x çıx V çay çıxılsın. V paralel. Vurulsun T. T də 8 saniyədir. 6-dan 4 çıxanda 2 alınır. 2-ni 8-ə vuranda eləyir 16 metr. Bu hansı istiqamətdə çıxıb? Gəlin onu deyək. Çay daha sürətli axdığına görə bu çayın yönəldiyi istiqamətdə 16 metr sağa doğru neyniyib? Çıxıb. Cavab A variantıdır. 56. X oxu boyunca düzxətlə hərəkət edən iki cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Qrafikə əsasən 0 tez zaman intervalında cisimlərin hərəkəti ilə bağlı verilmiş fikirlərdən doğru olanlarını seçin. Aha, baxıram koordinat zaman qrafikinə və oxuyuram şərtləri. Cisimlər eyni istiqamətdə hərəkət edirlər. Düz deyirmi? Bəli, düz deyir. Hər iki cisim qrafikdən də məlum məsələdir, görünür ki, deyəsən burada ötürmə elədim mən, yoxsa etmədim. Deməli, 55. Aha, 56, yox, ötürmə etməmişəm, elə bildim, ötürmə etdim. Cisimlər eyni istiqamətdə hərəkət edirlər, bəli. Bəli, cisimlər hər ikisi x oxu istiqamətində hərəkət edir, qrafikdən məlumdur. Bir doğrudur. Cisimlərin sürətlərin modulları eynidir, bəli. Hər ikisində dəyişim 0 tez zaman intervalında x qədərdir koordinatdakı dəyişim. Zaman da t-dir. Biri yəni x çıx 0 böl t-dir, biri də 0 çıxılsın mənfi x böl t-dir. Proyeksiyalar bir-birinə bərabərdir, elə modullar da bir-birinə bərabərdir. 2 də doğrudur. Cisimlərin arasındakı məsafə sabit qalır. Bəli, belə deyək də bunu lap göstərə də bilərik. Cisimlər eyni istiqamətdə hərəkət edirlər və eyni sürətlə hərəkət edirlər və birinci cisim, ikinci cisim daha doğrusu birinci cisimdən nə qədər arxadadır? Başlanğıcanda x qədər arxadadır da, belə deyək. Və sürətlər bir-birinə bərabərdirsə, nisbi sürət sıfıra bərabər olur və cisimlər arasındakı məsafə dəyişməz olaraq qalır. Lap belə bunu qrafikdə də görə bilərsiniz. Fikir verin, bu xəttin uzunluğu həmişə eyni qalır 0 tez zaman intervalında. Yaxınlaşması üçün arxadakı cismin, yəni ikinci göstərilən cismin sürətinin böyük olmağı lazımdır. Birinci cismin, yəni öndəki cismin sürətindən bərabərdirsə məsafə dəyişməyəcək. Cisimlər arasındakı məsafə sabit qalır da ifadəsi doğrudur. Cavab burada Y variantıdır. Davam eləyək 57-ci sualdan. Bu çox sadə sualdır. Yayın sərtliyi K bərabərdir F bölünsün X-dir. 20-ni bölürük %2-yə. Belə yazırıq. Belə də hesablayırıq. Cavabı da qeyd edirik A variantı. 58. Koordinat tənliyi 12 plus 6t olan 4 kiloqram kütləli cismə 3-cü saniyənin sonunda təsir edən əvəzləyici qüvvənin modulunu hesablayın. Cisim bərabər sürətlə hərəkət etdiyinə görə buna təsir edən əvəzləyici qüvvə 0-a bərabərdir. Bu 4-ə, M-ə fikir verməyin, 3-ə fikir verməyin qətiyyən. Sonra davam eləyək 59-cu sualdan. Bunu da rahat tapmaq olar, amma mən biraz başqa cür izahını verəcəm bunun. Başqa cür deyəndə, yəni daha elmi izahını verəcəm. Ellər bərabərdir, hə, həm böyük məsafə, ellər bərabərdirsə, kiçik zamanda
bir el qədər məsafə qət olunursa, deməli orada sürət böyükdür. Belə yanaşıb cavabı 1 tapmaq olur 59-cu sualda. Amma mən biraz belə izah eləyəcəm. Həm də bu izah bizi qoy başqa sualların izahına da, yəni başqa cür suallara da hazırlasın. V bərabərdir. L bölünsün T'dir. L böl T mənə verir tangens alfanı. Tangens alfa ilə V tangens alfaya bərabərdirsə, V alfa ilə mütənasibdir. Yəni, böyük bucaqda böyük sürət var. Bəs bu böyük bucağı mən hardan tapım, necə tapım? Baxın, bu nöqtələrin hamısını sıfırla birləşdirdikdə, ən böyük bucaq birinci nöqtəyə uyğun olan bucaq olur. Onda belə çıxır ki, birinci nöqtəyə uyğun olan sürət də ən böyük sürətdir. Cavab A variantıdır. 60. Üfüqi səth üzərinə qoyulmuş M kütləli cismin üzərinə M kütləli cisim qoyularsa, kiçik M kütləli cisim qoyularsa, səth ilə cisim arasındakı sürtünmə əmsalı təbii ki, dəyişməz. Cavab Y variantı, çünki sürtünmə əmsalı toxunan səthlərin materialından asılıdır. Kütlədən, o əlavə qoyduğumuz kütlədən filan asılı deyil. Və beləliklə bu imtahanımızın izahının da sonuna çatmış olduq. Dəyərli müəllimlər və müəllimliyə hazırlaşan namizədlər, hər birinizə uğurlar arzu eləyirəm və sizi dekabr ayından start götürən qruplarımıza dəvət edirəm. İnşallah ki, uğur bizimlə olar, sizinlə olar və çalışın ki, bütün imtahanlarımızda iştirak edəsiniz. Sağ olun, özünüzü qoruyun. Təşəkkür edirəm dinləyən, səbirlə qulaq asan hər kəsə. Bəzi dilimin topuq vurduğu anları da mənə görə üzürlü hesab edin. Təşəkkür edirəm. Artıq yenə də dilim topuq vurur. Var olun, sağ olun, özünüzü qoruyun. Minnətdaram sizə.